Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində əməkdar incəsənət xadimi, xalq artisti, professor, Şöhrət ordenli dirijor Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirə giriş sözü ilə Naxçıvan Universitetinin rektoru Elbrus İsayev yubilyara əlamətdar gün münasibəti ilə təbrik edib. Onun Azərbaycan musiqi mədəniyyətində əvəzsiz yeri olduğunu vurğulayıb. Azərbaycan mədəniyyətinə verdiyi böyük töhfələrin sevincini mən bilirəm ki, yaşayır və biz də fəxr edirik ki, belə bir sima Azərbaycan mədəniyyətində uzun illərdir çalışır və böyük sənətkarlarda xas olan bütün xüsusiyyətləri özündə cəmləşdirir. Öz sadəliyi, vətənpərvərliyi, sənət haqqında burada sənətşünaslar danışacaqlar. Onunla Ağaverdi müəllimin bütövlükdə Azərbaycan mədəniyyəti üçün ayrıca bir dəyər hesab edir. Ağaverdi Paşayevin yaradıcılığı milli musiqi irsinin çağdaş dövrdə yaşadılmasına, təhsil və mədəniyyət arasında möhkəm körpünün qurulmasına mühüm töhfə verib. Xalq artistinin fəaliyyəti yalnız sənət uğurları ilə məhdudlaşmır. Eyni zamanda gənc nəslin estetik zövqünün formalaşmasına, milli mənəvi dəyərlərə bağlı kadrların yetişdirilməsinə xidmət edir. Elbrus İsayev Ağaverdi Paşayevin nümunəvi həyat yolunun və zəngin təcrübəsinin gənclər üçün əsl örnək olduğunu diqqətə çatdırıb. Rektor yubilyara Naxçıvan Dövlət Universitetinin fəxri fərmanını və universitet kollektivi adından müxtəlif hədiyyələr təqdim edib. Sənətşünaslıq elmləri doktoru, dosent, əməkdar müəllim İnara Məhərrəmova xalq artistinin həyat və yaradıcılığına həsr etdiyi məruzəsində onun Şöhrət ordeni ilə yanaşı Qızıl Cəng beynəlxalq mükafatı və Humay mükafatı laureatı olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkar 50 ildən artıqdır musiqi sənətinə xidmət edir. Prezidentin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinin Xalq Çalğı Alətləri Kafedrasının müəllimi Əkrəm Məmmədli səmimi çıxışında yubilyarla bağlı xoş xatirələrini bölüşüb. Bildirib ki, Ağaverdi Paşayev dirijor və sənətkar kimi çoxsaylı uğurlara imza atıb, sənətdə öz sözünü deyib. Daha sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Musiqi Kollecinin Xalq Çalğı Alətləri Orkestri dirijor Niyaz İsmayılovun rəhbərliyi ilə Xəlil Cəfərovun rəqs suitasının 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrini ifa edib. Sonda yubilyar diqqət və qayğıya görə rektora və universitet kollektivinə dərin təşəkkürünü bildirib. Elbrus müəllim, çox danışmaq istəmirəm, ürəyim doludur, amma yenə deyirəm, çox sağ olun bugünkü bu mərasimə görə, bugünkü bu tədbirə görə.